Ben Allah'a inanıram ve ben tamamıyla inanıram ki Allah'ın icazəsi olmadan hain əli yan keçəcəkdir. Bilirsinizmi? Biz Müslüman deyilik. Ona göre ki İslam'ı bilmirik, İslam terbiyesi görmemişik. Əsl Müslüman ölümden korkmur. Ölüm Müslüman için facia olmur. Heç vaxtı. Siz fikir verin, mücahidler necə şərəflə döyüşürlər və ölümdən qorxmadan özündən güclü düşmənlə müharibə edirlər və ölürlər. Bütün ölmüş insanlar Allah qarşısında bərabərdir. Və hələ məlum deyil ki, ən kasıbı, bəlkə də Allah qarşısında ən deməli hörmətlisidir və ən zəngini bəlkə də Allah qarşısında ən günahkarıdır. Bilirsinizmi? Məsələ bundan ibarətdir. Təəssüf ki, biz hələlik ki, Sovetlikdən çıxmamışıq, Ruslaşmaqdan çıxmamışıq. Hər millətin deməli əsas 3 dənə faktoru olmalıdır. Birinci faktoru dini. Bax bizə dinimizi unudublar. Bilmirik. Deməli dinsizik biz. İkincisi bizim milli mənsubiyyətimiz. Üçüncü faktor dil faktorudur. Deməli dini mənsubiyyəti olmayan, milli mənsubiyyəti olmayan, dili olmayan bir xalq nə edə bilər? Torpaq azad edə bilər. Torpaq azad etmək böyük şeydir. Bilirsiniz? Bu Allahu Ekber böyük sözdür. Böyük sözdür, dünyanı lərzəyə salır. Mən istəyirəm ki, mənim xalqım Allahu Ekber deyəndə onun bütün tükləri biz dursun və bu Allahu Ekberlə ən böyük qəhrəmanlıqlara gələ bilsin.